Salam, sizinlə vüqarda, deməli, bu simmetrik hər hansı bir forma obyekt çəkmək istəyiriksə ki, onun bir naxış və fırlansın misalı üçün nümunə kimi göstərirəm. Buradan bunu belə elədik və bunu dartdıq bu istiqamətdə, gətirdik, qoyduq. Misal üçün, bu istiqamətdə bura və yaxud bunu buradan qətləmişik və bunu biz bu orta nöqtəyə qoyub fırlatmaq istəyiriksə, bir dənə hər hansı bir dairə çəkirik və onu mərkəzə atırıq. Sonra bunu buradan, bunu eyni ilə bunu mərkəzinə qoyuruq. Obyekt qeyd olunur. Shift ilə ikinci obyekt qeyd olunur. C düyməsi basılanda o mərkəzdə durur. Y isə vertikal mərkəz demək. Horizontal və vertikal mərkəz C horizontal, Y vertikal mərkəz demək. Bunu gətirdik, qoyduq bura və bunun üzərində bir dəfə basdıqda bunun yumru hissəsini gətirdik, qoyduq belə. Ctrl R düyməsini basdıqda belə bir obyekt yaratdıq və sonra ortadakını sildik. Məlum məsələ oldu ki, biz də bir obyekti düzəltmək istəyəndə biz burada onu belə formada birini düzəldib sonra fırladırıq. Əgər bizdə obyektin burasında belə şeylər olacaqsa, misal üçün bu buradadır, bu buradadır, misal üçün tutaq ki, bizdə bununla bunun burasını kəsmək istəyirik, bununla bunun burasını kəsmək istəyirik və bunu kiçildib belə qoymaq və Ctrl R ilə də bunu təkrar eləmək. Və gördüyümüz kimi bu əməliyyatı biz məcbur buradan silək hamısını və eyni ilə bunu buradan düzəldəndən sonra bunun mərkəz nöqtəsini təyin edib, sonra da yenə də eyni əməliyyatı buradan gətirmək lazımdır. Obyekti qeyd edib Ctrl C düyməsini basıb bunu qrup eləmək lazımdır ki, sonra bunu hər hansı bir mərkəzə qoyduqda bu belə kopyalanıb getsin. Bundan öncəki kimi problem olmasın. Bunun başqa bir yolu da var. Keçirik Object menüsünün içinə və burada görürsünüz Symmetry. Buradan bunu basdıqda belə bir xətt əmələ gəldi ortadan. Bunu misal üçün biz tutaq ki, belə etdik və yaxud belə etdik. Yəni bir xəttin kopyalanır bu sahədən. Gördüyümüz kimi obyekt. Bunun indi bu istiqamətdə düzəltdim. Bunu belə etdim. Bunu gətirib qoydum misal üçün mərkəzə. Gördüyümüz kimi bu formada. Və burada biz bunun üzərində nə əməliyyat aparacaqsa, fikir verir, gətirdim, tutaq ki, birini qoydum bunun burasına, birini gətirdim, qoydum burasına və bunun bu istiqamətdən necə ki, öncə qeyd etdim, buralarını götürdüm, sildim, fikir verirsinizsə, sonra bunu kiçiltdim, sonra Ctrl R düyməsi ilə bunu da kiçiltdim və burada hamısında həmin əməliyyat baş verdi. Və əlbəttə, buradan obyekt qeyd olunduğu halda Ctrl C düyməsi basılıb mərkəz nöqtə təyin olunandan sonra bunu mən kopyaladım və o kopyalandı. Gördüyümüz kimi simmetrik hər hansı bir obyektin yaranması üçün biz Object menüsünün içindən symmetrini seçdik və belə bir forma düzəltdik. Finish basıldıqda obyekt hazır oldu. Bir obyekti əgər biz müəyyən formalı çəkmək istəyiriksə, bu üsuldan da istifadə etmək mümkündür. Yəni, bunu asan yollarından biridir. Kimsə öyrəşibsə, öncə göstərdiyim birinci varianta özü düzəldib, sonra kopyalayıb qoymaq, o variantı da etmək mümkündür. Əgər bəyənirsinizsə, like edin, səhifəmizi izləyin və suallar qoyun və bunun əsasında biz sizə maraqlı videolar düzəldək və paylaşaq.